أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا أقسم بهذا البلد وأنت حل بهذا البلد ووالد وما ولد لقد خلقنا الإنسان في كبد أيحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا أيحسب أن لم يره أحد ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين فلاقتحم العقبة وما أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة أو مسكينا ذا متربة ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا والذين كفروا بآياتنا هم أصحاب المشأمة
أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشأمة عليهم نار مؤصدة صدق الله العظيم. Çox dəyərli Minbər TV izləyənlər, uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun inşallah. Növbəti bir Ramazan günündə, növbəti bir Ramazan söhbətləri verilişində sizlərin qonağınızıq. Bugün inşallah studiyamızın qonağı çox dəyərli ilahiyyatçımız Kamran Məmmədovdur. Kamran müəllim, xoş gəlmisiniz, səfa gətirmisiniz. Allah razı olsun, xoş gəldiniz. Cümləmizdən inşallah, Allah razı olsun. Ramazan ayımızda mübarək olsun. Allah razı olsun, çox sağ olun, var olun. Bugün Kamran müəllimlə bərabər oruc ibadətinin tarixçəsi, peyğəmbərlərin həyatından orucla bağlı nümunələr haqqında danışacağıq inşallah. Kamran müəllim, oruc ibadətinin tarixçəsi, yəni biz Quran-ı Kərimdən bilirik ki, ayət-i kərimədə buyurulur ki, ey iman edənlər, oruc sizdən əvvəlki ümmətlərə fərz olduğu kimi, vacib olduğu kimi sizə də fərz olmuşdur. Bizdən əvvəlki ümmətlərdə orucun necəliyi, ümumiyyətlə orucun tarixi, mahiyyəti və ümumiyyətlə peyğəmbərlərin həyatından orucla bağlı nümunələr haqqında danışmağınızı istəyərdik. Oruc ibadəti ərəb dilində savm, siyam olaraq özünü tutmaq, özünü saxlamaq, iradəsinə hakim olmaq. Bizim dilimizə oruc olaraq keçən fars dilindəki ruzə kəliməsidir. O ruzə aruz olaraq, oruc olaraq keçib Osmanlıdan. O şəkildə də davam edir. Oruc ibadəti ilk insanla bərabər. İlk insan Adəm Aleyhisselam. Adəm Aleyhisselamdan son peyğəmbər, son ümmətin ta qiyamətə qədər də davam edəcək bir ibadətdir. Məsələn, belə bir rivayət edirlər. Adəm Aleyhisselam yer üzərinə endirildiyi zaman çox qaranlıq gecə, cənnətdə qaranlıq görməyib, bir şey görməyib. Amma endiyi zaman bu səhərə ən yaxın, ən qaranlıq zaman olur. Birdən-birə hər yer aydınlanır. Və bu ayın da qəməri aylar deyir ya, 13, 14, 15 əyyam-ı bid, ağ günlər, bəyaz günlər, o günlərə rastlayır. Adəm Aleyhisselam da havanın işıqlandığını görüb bir sevinç, bir şükür olaraq da o günləri oruç tutur və hər ayda 3 gün orucu tutarmış. Adəm Aleyhisselam. Ona görə bəzən bizimkilər də oruç 3 gün imiş, onun vaxtını bilmədikləri üçün bir aya 30 günə çıxarıblar deyə belə bir rivayət edirlər. Halbuki məsələ oradadır. Yəni Adəm Aleyhisselam zamanında oruç tutub. Sonra bugünkü o dinlər tarixi araşdırmaçıları, bizim o işdə məşğul olan alimlər eyni zamanda İbrahim Aleyhisselamın da hər ayda 3 gün oruç tutduğunu, Süleyman Aleyhisselamın ayın başında bir, ortasında bir, sonunda bir, 3 gün oruç tutduğunu belə anlatırlar. Yunus Aleyhisselam Ninovalılara oruç tutmağı tövsiyə etdiyini, Yahya Aleyhisselamın tövsiyə etdiyini, eyni zamanda Musa Aleyhisselamın Tevrat enmədən öncə 40 gün oruç tutduğu Araf surəsində məsələn Allah-u Teala bizə 30 gün tutdu, sonra da 40'a tamamladı deyir. İsa Aleyhisselamın İncil enmədən öncə oruç tutduğu. O dinlərdən bizim fərqimiz nədir? Kitab enmədən öncə oruç tuturlar, hazırlanırlar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem isə Hira mağarasında bir inzivaya çəkilərək oruç tutmurdu, amma oruçlu kimi, yəni o şeyləri acılıqla, bu dinin özəlliyi odur. Cenab-ı Allah bir xüsusiyyət veribdir, yəni bu dinin özəlliyi odur. Bütün peyğəmbərlərdə oruç ibadəti var.
Yusuf Aleyhisselam Misirdə məsələn qıtlıq olanda 7 il, 14 il məsələn bu qıtlığı yaşadı. Əvvəl bolluq oldu, topladı. Özü də o acılığı hiss edə bilmək üçün Yusuf Aleyhisselam bəzən çox az yeyərdi. 3 gündə bir yemək yeyərdi. Bu şəkildə oruçları tutardı. Belə tarix olaraq bunların oruç tutduğunu bilirik və Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin də onlardan fərqli olaraq bizə sahur yeməyini əmr etməsi bu ümmətin üçün bir özəllikdir. Əslində Peyğəmbər sallallahu aleyhi ve sellemə ilk dəfə oruç əmr ediləndə bir dənə iftar edərdilər. İftardan sahura qədər də yemək, içmək qadağan idi. Hər cür. Sahurda yeyərdilər, iftarda yeyərdilər. Ondan sonra bilirsiniz o məşhur hadisə Həzrət Ömər radiyallahu anh öz ailəsi ilə yaxınlıq qurur. Bəzi sahabilər də gəlir Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemə biz həlak olduq deyir. Əfəndimiz sallallahu aleyhi ve sellem nə oldu? Yəni belə yaxınlıq qurduq ailəmizdən. Sonra ayət indi. Oruç gecələri ailənizlə yaxınlıq qurmaq sizə halal edildi deyə. Yəni bir yol açdılar. Allah onlardan razı olmuş. Belə davam olaraq razı olsun da davam olmuş. Yəni bu şəkildə deyirik. Belə dinimizdə də yəni onlardan belə yayıntı olaraq, davam olaraq oruç tutmaq ibadəti. Bu ayətin çox önəmli bir tərəfi var. Məsələn, ey iman edənlər deyə başlayır. Ya eyyuhəllədinə əmənu deyə başlayır. Qurani Kərimdə 80-dən çox belə ayət var. 100-ə qədər ayətlər var. İbn Abbasdan da radiyallahu anhuma da Hasan-ül Basri rahmetullahi aleyhdən də rivayət olunan bu ya eyyuhəllədinə əmənu gəlirsə qulaq asın, dinləyin, itaat edin. Çünki Allahdan ya bir muştuluq gəlir, müjdə gəlir, ya da bir ixtar, xəbərdarlıq, yəni yasaq, ya bir qadağan gəlir, ya bir halal gəlir, ya bir haram gəlir. Əmrə belə itaat edin. Cafər-i Sadiq rahmetullahi aleyh də gözəl bir şey deyir. Ən gözəl xitab deyir. Ya eyyuhəllədinə əmənu, Allah bizə xitab edir. O xitabın mənəviyyatını yaşayın deyir. Yəni sizə Cənab-ı Allah sizi müxatab olur. Ey iman edənlər deyir. Onun bir həzzini yaşamaq lazımdır. Burada da kutibə aleykumus siyam deyir. Sizə yazıldı. Ərəb dilində yazıldı, fərz edildi demək. Amma təkcə sizə yazılmadı. Bu sizə ağır bir yük deyil. Kəmə kutibə aləllədinə min qablikum. Sizdən əvvəlkilərə yazıldığı, fərz olduğu kimi. İndi burada kəmə kutibə aləllədinə min qablikum deyəndə, sizdən əvvəlkilərə də fərz edildi deyəndə, bəziləri anlayır ki, Ramazan orucu həmişə var idi. Amma bəziləri də belə bu şəkildə izah verir, çoxunluq müfəssirlərdə ki, oruc olaraq fərz var idi. Gün olaraq, ay olaraq fərz yox idi. Yəni, oruç tutmaq fərz idi. 3 günmü, 5 günmü, neçə günmü? Yəni, o şəkildə oruc bir fərzi var idi. Amma illa da bu Ramazan ayının orucu əvvəlkilərdə var idimi? Belə bir rivayət edilir təfsirlərdə. O da İbn Abbasdan, radiyallahu anhumadan gələn bir rivayətdə əvvəlki hökmdarlarda, yəni belə deyək, krallar dövründə, ümmətlərin deyək, əvvəlki ümmətlərdə bu bir ay oruc əmr olundu. Onlar da bu miladi ilə qaməri, hicri təqvim var indi, qaməri ilə şəmsi deyək, günəşdən ay təqvimini birləşdirərdilər. O birləşdirdikləri üçün də bu əmr olunan Ramazan ayı deyək, həmişə yay gününün istisinə gəlirdi. İstisinə. Bunlar dedilər ki, ya gəlin bunu qışa keçirək, məsləhət edirlər. Allah əmr edib, bunlar məsləhət edir. Əmri dəyişdirmək üçün. Gəlin bunları qış mövsümünə keçirək, 40 gün tutaq. 40 günlük bir oruç tutaq. Sonra bir kralın biri xəstələnir. Bu xəstəlikdən qurtularamsa, oruç tutacam deyir. Sonra deyir ki, ay cəmaat, 40 gün idi, indi 7 gündə artırdım. 47 gün oruç tutacaqsınız. Bu kral vəfat edəndən sonra başqa birisi gəlirdi ki, ya bunu ya 40 eləyək, ya 50 eləyək. 47 də 50-yə yaxın olduğuna görə 50 gün qış sezonunda oruç tutmaq bu şəkildə davam etdi deyir. İndi bu
baxırıq bəzi Süryani kilsələrində 47 günlük oruçlar var. Yəni bugünkü günümüzdə belə, yəni Avropa xristianları fərqli, o Süryani, bu Asiyanın deyək, şərqin xristianları fərqli şəkildə oruç günləri var. Onlar həm Tevratdan, həm İncildən əməl edənlər var bərabər. O şəkildə fərqli bir oruç tuturlar. Günümüzdə mən də elə onu soruşacaqdım. Günümüzdə bizdən əvvəlki o ümmətlərə fərz qılınan oruç formasında oruç tutanlar varmı? Oruç tutanlar dediyimiz, məsələn, Yahudilərdə var. Yahudilər bir gün əvvəl deyək ki, ikindi namazın, bizim ikindi namaz dediyimiz gün o saralmağa doğru gedən vaxtdan oruç tutarlar. O bir gün batana qədər 25 saatlıq oruç tuturlar. Yahudilərdə belə bir fərqli oruç şəkli var. Məsələn, bunlar nə qarırlar? Avqustun 9-u oruç tutarlar elə. Bəli, bəli. Bir də bundan fərqli su orucu və yaxud da başqa susma orucu, elə şeylər eşidirik. Onların tarixi haqqında ümumiyyətlə necədir? Susma orucu iki cürə bir şey var. Qurani Kərimdə bizə Zəkəriyya aleyhissalamın o Yahya aleyhissalam muştuluqlananda bilirsiniz, Məryəm anamızın xidmətində dururdu Zəkəriyya aleyhissalam. Onu belə bir gözəl bitki kimi, bir ağac kimi yetişdirdi deyir Allah-u Teala. Həzrəti Məryəmdəki o ibadətin verdiyi bir kəramətlə, məsələn, gəlirdi Zəkəriyya aleyhissalam mehraba. Mehrab nə idi? Bir otaq idi. O mehrab sözü, yəni əslində hərb edilən bir yerdir. Yəni bir mənəvi bir savaş yeridir. Nəfisdən savaşan yeri. Ora gəlirdi. Qış sezonunda baxırdı ki, Həzrəti Məryəmin qabağında yay meyvələri var. Yayda gəlirdi, nə bilim, payız, qış meyvələri var. Fərqli-fərqli. Hətta ya Məryəmu ənnə ləkə hədə deyirdi. Bu səni hardandır? Onda Həzrəti Məryəm hədə min indillah deyir. Allah qatından. Yərzuqu mən yeşəu bi qayri hisab. Dilədiyini hesabsız rızıqlandırır. Zəkəriyya aleyhissalam sanki belə təzədən belə ürpəşərək yenidən oyanmış kimi demək ki, Allah dilədiyini rızıqlandırır. Sonra Allaha dua edir. Ali İmran surəsində anlatır onu. Ya Rabbi, qatından mənə bir tərtəmiz bir evlad nəsib et. Heç evladı olmurdu. Sonra mələklər gəlir, onu muştuluqlayırlar. Deyirlər ki, sənin evladın olacaq qoca yaşında, xanımı da yəni qoca yaşında necə olacaq deyə Allahın lütfüdür. İstədiyinə verir. Cənab-ı Allah dilədiyini rızıqlandırır. Yəni oradan gəlir. Və Zəkəriyya aleyhissalamın səbəbini sonra, yəni necə olacaq, bu muştuluq necə olacaq? 3 gün insanlarla danışa bilməyəcən deyir. Yəni susma orucu deyəndə, indi burada özü mü tutdu, yoxsa Allah-u Teala tamamilə onun nitqini mi kəsdi? Əsasən insanlarla danışa bilməyəcən deyir. Yəni ayət-i kərimənin baxsaq, Cənab-ı Allah onun səsinə hətta işarə edir. Çıxır, işarə edir, filan şeyləri, yəni işarə ilə danışır. 3 gün boyunca danışa bilmir. Yəni insanlarla 3 gün danışa bilməyəcən deyə. Bu Zəkəriyya aleyhissalamın susma orucu. Sonra Həzrəti Məryəm də İsa aleyhissalamı dünyaya gətirəndən sonra cəmaat, yəni sən nə vardın ey Harunun bacısı? Yəni Harun salih bir insan. Yəni ey Harunun bacısı, sən nə vardın? Belə olmaz deyə. O da mən Rahmana oruç tutdum deyir. Rahmana oruç tutdum, susma orucu deyə. Və İsa aleyhissalamı göstərir. İsa aleyhissalam da beşikdə danışır. Amma bir dəfə danışır. Davamlı beşikdə danışmır. Bir dəfə. O anda danışır ki, İnni Abdullah deyir, mən Allahın quluyam deyir. Allah mənə peyğəmbərlik verdi, kitab endirdi və anama qarşı da üsyankar, belə kobud olmamamı əmr elədi. Yəni elə bir şəkildə bir fərqli ayətlərdən belə gəlir. Həzrəti Məryəmin elə oruç tutması var. Amma bizim dinimizdə susma orucu yoxdur. İcazə yoxdur.
bizim dinimizdə məsələn onların elədiklərini kitabımızda uyğun olmayan, kitabımızda olmayan Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm məsələn dırnağını kəsirdi. Normal baş barmağından başlayıb dırnağını kəsirdi. Bir Yəhudi uşaq gördü. Mənim atam da belə edirdi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həmən ikinci dırnağını şəhadət barmağından başladı. Buradan gəldi kiçik barmağını kimi, buradan başladı böyük, sonra ən axırda sağ əlin baş barmağını kəsdi. Sünnət belə oldu. Bəzi rivayətlərdə birini buraxıb birini belə şeylədi deyə şeylər də var, amma əsl ən uyğun istifadə edilən, yəni yürürlükdə olan sünnət deyək, yəni əsl budur. Yəni şəhadətdən başlayıb baş barmağında bitirmək. Amma ayaq barmaqlarında isə davamlı belə gedir. İndi bu oruç ibadəti Yahudilərdə var. Dedi ki, Avqustun 9-unda oruç tutarlar. Sonra 4-cü ay orucu deyə bir rivayətlər, şeylər var. 10-cu ay orucu var. Bizim bildiyimiz kimi səhər vaxtından 7-ci ay. Onlardakı fərqlidir. İndi oruç kitablar tahrif olunduğuna görə, kitab təhrif olunduğuna görə ibadət də təhrif olundu. Məsələn, adam ət yeməməyi oruç sayır. Nə bilim, mayasız çörək yeməyi oruç sayır. Sadəcə su ilə şeyləməyi, bugünkü su orucu dediysə, yəni su orucu deyə bir şey yoxdur. Yəni, ibadət ayrı bir şeydir, adət ayrı bir şeydir. Məsələn, su ilə sən nə edə bilərsən? Diyet edə bilərsən. Pəhriz. Bugün əlavə olan insana zərər verən yağları əritilməsi üçün, yəni insanın daha sağlam qalması üçün, ciyərlərin açılması üçün su ilə belə bir pəhriz edirlər. Buna bizimkilər də maalesef, yəni İslam alimləri var, yetişdirən bu insanlar var. İslamla su orucu deyirlər. Su orucu deyə bir şey yoxdur. Yəni, amma su ilə pəhriz eləmək var, diyeta var. Yəni, bəzi görürük ki, xristiyanlarda da məsələn etdikləri, yəni deyək ki, Yahudilərdə 4 cür oruç var, 4 dənə oruç var bir il boyunca. Xristiyanlarda isə fərqlidir. Süryanilərdə başqadır, yəni 5 cür. O normallarda 2 dəfə, yəni hər bazar oruç tutarlar məsələn. Bunların orucu nədir? Yəni, əslən, şükran orucu deyirlər xristiyanlar. Şükran orucu. Hər bazar oruç tutur. Bu bazar günü bir ayin olacaq. Ayində nə ayıracaqlar? Çörəyi şərabdan qarışdıracaqlar. Çörək İsa Aleyhisselamın canıdır. Şərab da, əstağfurullah, haşa, yəni gözəl Peyğəmbər, tərtəmiz Peyğəmbər, o da onun qanıdır. Çörəyi doğrayırlar ona. Buradakı oruç nədir? Məsələn, ora gələn, o ayinə gələn xristiyanlar üçün oruç nədir? Sən ona qədər spirtli içki qəbul eləməyəcəksən. Şükran orucu budur. Yəni, o biri günə qədər. O ayinə qədər, spirtli içki qəbul eləməyəcəksən. Amma o şərab zaten spirtlidir. O çörəkdə onu qarışdırır. Bugün də olur. Məsələn, bizim o xristiyanlar yaşayan kəndlər var. Yəni, gəlir orada evlənən şeylər zaten. Sən hər bazar bunu yedizirik. Sən artıq dəyişdin. Sən artıq canın, qanın İsa Aleyhisselamın qanı ilə qarışdı. Yəni, belə bir şeylər, əstağfurullah deyək, dinimizə uymayan bir şeylər, uydurmalar şeylər çıxarırlar. Yəni, xristiyanlardır, fərqli deyək. Yəni, onlar bəzən belə oruçlar tutarlar. Nə bilim, ilk fevral ayında tutarlar, orucu tutarlar. Sonra buna böyük oruç deyirlər. 40 üstə gəlir 7, yəni bunu tutduqları şeylər deyirlər. Sonra 3 gün oruç tutarlar. 3 gün oruç tutarlar. Əlavə havarilərin orucu deyə iyun ayında bir pəhriz saxlayarlar. Pəhriz. Yəni o pəhrizi dediyimiz kimi, yəni pəhriz saxlamağa da oruç deyirlər bunlar. Bir neçəsi, qalanlar hamısı pəhrizdir. Kitab pozulduğuna görə əməl də pozulubdur. Bax, məsələn, belə deyək, İslamdan, həqiqətən İslamdan gözəl din yoxdur. Din adına İslamdan başqa bir şey yoxdur. O Peyğəmbərlərin dini də İslam idi. Amma insan müdaxilə olduğu zaman artıq orada çox şey dəyişir. Əqidə pozuq, əməl pozuq, ideya pozuq, fikir
Vicdan diyen sıfır. Allah korusun yani. İnsan karşıdaki yani ben en yaxşıyam en kitaplarında bile mesela. Onların kitaplarında bile yani düşün bizim en böyle vazifeli, en büyük insanımızı onlar estağfurullah böyle adam yerine koymurlar. Adam yerine koymurlar. Mesela bir Yahudi dini var. Böyle dinler arasında bir problem görmürük. Bütün dinlere böyle dözümlülükle, tolerantla yanaşırıq. Ama İslam'ın özellikleri, İslam'ın güzellikleri orada yok da. Adam kiliseye gelir, kiliseden ne çıkır? Şövalye olarak çıkır. İsa'nın əskəriyə, o şövalyeler, ne var? Şövalyeler gelir, insanı yox eləməyə çalışır. Qadın, kişi demədən, böyük, kiçik demədən, xəstə, nə sağlıqlı demədən, əskər demədən, nə bilmə evdə hər şeyi yox edir. O birisi yani gördüğümüz, geçen aylarda gördüğümüz illərlə davam elədi. Uşaqların qətl edilməsi, qadınların sanki yox edilməsi. Nəsli yox edirlər. İslamda belə bir şey var mı? İslamda məsələn 11 il yarım kəlime-i şehadet ancaq təlqin edildi. Heç kimə zorla bu sözü söylediğine göre ne kadar zulüm gören sahabeler var. Ondan sonra namaz geldi. Namaz Allah'ın huzuruna gitti. Gitti Allah'ın huzurunda Cenab-ı Allah günde bir gece bir gündüzce 5 vakit namaza kadar indirdi. 5 vakit namazı emretti. Ama namazı için ne bilen şart koştu. İnne salate tenha anil fahşai vel münker. Namaz hayasızlıktan ve pis şeylerden uzaklaştırır. Yani namazın bir gayesi var. Niyet ettim Allah rızası için namaz kılmaya ama bu hayasızlıktan, pis olan, münker olan şeylerden de nefsimi temizlemeye irade. Oruçta da bir güzellik var. Mesela لَعَلَّكُمْ تَتَّقُونَ deyir. Takvaya çatmak. Ben oruç tuturam. Özümü başkalarından üstün görmek için yok. İnsanlara böbürlenmek, loğalanmak için yok. Allah'la benim aramda bir şeydi. Cenab-ı Allah da oruç tutanlara hususi bir kıymet verir. Oruç benim içindir, onun mükafatını da ben vereceğim. Dünyada hiçbir şey orucun karşılığını vermez. Mesela takva sahibi olarsınız, Allah Teala size ummadığınız yerden ruzi verir. Namazlarınızı güzel yerine getirirsiniz, Cenab-ı Allah sizi dünyada da ahirette de koruyor. Oruç için ise mükafat özeldir. Oruç kimisi yoktu diyor. Ama bugün diyek, mesela dediğiniz o peygamberlerin oruçlarından tutan var mı? Adem Aleyhisselam'ın Eyyam-ı Bid orucu var ha. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem ister seferde olsun, ister evinde olsun, mukim olsun, o oruçları hiç terk etmezmiş. Ümmete de tövsiyedir. Hatta dinler ki bugün o 3 günler insan bedeni birisi 80%'dan yukarı suyla olduğuna göre bu ayın tam böyle belirlenmiş forması insan bedenine tesir edir. O ay belirlendiği zaman sudaki insandaki kaynama kalkır, yükselir. Suyun diyek böyle o medcezir var ha, geliş geliş. Onlar insan bedeninde de var. Ve bunlar olduğu zaman o deyirlər ki bu cinayetler var ha, cinnet keçirtmek, böyle delilikçesine durup avtomattan 70 nəfəri yox eləmək, məscidə girib insanları belə öldürmək, eləmək edirlər ha, bu görülür ya. Bunların edilən günlərə baxsaq 13, 14, 15 ayın belirlenmiş vaxtında qanı qaynayır. Delikanlı deyirlər ha. Bunların qanı pozuqdur. Deli deyil. Delikanlı ikidə deyirlər, qəhrəman deyirlər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem o vaxtda oruç tutmağı əmr edir. Yəni sünnətdir. Güclü sünnətlərdən birisidir. Özünü tərk etmədiyi. Bu ümmət o orucu tutur, Adem Aleyhisselamın orucunu. Məsələn, İbrahim Aleyhisselam Aşure orucu tutardı. Musa Aleyhisselam da tutardı. Mekke'de de bunu tutardılar. Peygamberimiz sallallahu aleyhi ve sellem hicrette Mekke'den Medine'ye geldiği zaman gördü ki oruç tuturlar. Bu ne oruçtu? Bugün zalim Firavun'un denizde boğulduğu, Musa'nın ve kavminin kurtulduğu gündü. Biz Musa'ya sizden yakınık dedi. Akşamdan kim iftar edip yemek yiyipse orucu tutsun.
Kim de yemeyibsə, o da orucunu tutsun. Peyğəmbərimiz əmr edir. Bəli. Artıq ilk əmr olunan, yəni hicrətin 2-ci ilindəki o Şaban ayından əmr olunan oruca qədər Bəli. bu oruc artıq fərz olur. Ondan sonra sünnət olur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də deyir ki, 5 vaxt namazdan sonra ən güclü namaz təheccüd namazıdır. Ramazan ayından sonra ən güclü oruc Aşura orucudur. Və başqa millətlərə bənzəməmək üçün 9-u 10-u və ya 10-u 11-i 2 gün tutun deyir. İndi bundan bərabər gəlir sahabə deyir ki, hansı orucu tutum, necə tutum? Məsələn, il boyu oruç tutmaq istəyən var. Hətta birisi oruç tutur. Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanında birisi oruç tutur. Gəlir, bir ildən sonra gəlir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem adama baxır, adamın rəngi dəyişibdir. Bütün tamamilə dəyişib. Bugünkü o belə parlaq bir şeylər olur ha. Bəli. Onun kimi olubdu. Məni tanımadın mı ya Resulallah deyir. Kimsən sən? Bir il əvvəl sənin yanında hidayət oldum, müsəlman oldum. Yəni, səni bugünə nə saldı deyir Peyğəmbər. Nə oldu sənə belə deyir. Ya Resulallah, sizin yanınızdan gedəndən bugünə qədər oruç tuturam. Bir il boyunca. Normaldir sən, adam yaxşı iş görübdür. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, sən nəfsinə zülm eləmsən. Nəfsinə zülm eləmsən. Belə bir oruç yoxdur. Hətta tövsiyə etdiyi illa tutacaqsan, bax, ən gözəl oruç, biz deyirik, ən üstün oruç Ramazan orucudur. Ramazandan sonra Aşura orucudur. Bir də ən gözəl, üstün yox, gözəl. Ən gözəl oruç qardaşım Davud aleyhissalamın, Davudun tutduğu oruçdur deyir. O bir gün tutardı, bir gün iftar edərdi. Bir gün nəfsi ən çətin gələn, ən ağır gələn. Bunu sonra deyir ki, ən yaxşı, ən gözəl namaz qardaşım Davudun namazıdır. Gecənin yarısına kimi dincələrdi. Gecənin 1/3-də namaz qılardı. 1/3-nə qədər. Sonra gecənin 6/1-də yenə dincələrdi. Ondan sonra qalxar başqa namazlar, gündüz namazlarını qılar. Bir də, məsələn, savaşda düşmanın önündən qaçmazdı. Bu 3 xüsusiyyətini salır Davud aleyhissalam. Onlar çalışan. Oruçda belə bir gözəllik var. Takvaya çatmaq. Məsələn, zəkatda nə varsan? Zəkat verəndə Allahın sənə verdiyi malı Allahın qullarına paylayırsan. Allah'tan namaz kılın, zekat verin. Namaz kılın, zekat verin. Namaz. Allah için namaz kılırsan Allah'ın kulunu da gözeteceksin, zekatını vereceksin. Zekat ibadeti de yani insana Allah'ın verdiğinin şükrü. Ona göre hadis-i şerifte diyor ki zekat ver malını koruyun, sadaka ver canını koruyun diyor. Kutsi hadisi öyle diyor. Bunlar çok güzelliklerdi. İslam'ın özelliklerdi. Vallahi İslam öyle güzeldi ki ona göre bizde mescide giren insan başka bir, bak Ramazan ayına girir, farklı bir halda çıkır. İbadetten çıkır, cumadan çıkır, herkes sevinçli. Düzü kinlendirmeye çalışırlar. Kirlendirmeye çalışırlar. Nifret ettirmeye çalışırlar. İslam'ı gözden salmaya çalışırlar. Ne bileyim birinin eline silahı verip, üzünü gözünü bağlayıp Allahu Ekber deyip cihad herkesi kessin, atsın. Böyle bir şekle salmak istiyorlar. Ama böyle bir şey yok da. Ayet-i kerimede sizden savaşanlara karşı savaşın diyor. Hiç kimi durduğu yerde asın, kesin, öldürün demir. İslam'da savaş yani bir yeri zept elemek yoktu. Ne var? Fetih var. Fethelemek var. Yani oradaki insanların gönlünü İslam'a açmak. Ne zaman olur? O fetihler özleri davet edir. Mesela İstanbul'un fethi bir muştuluqdur. Ama öyle bir şərait oldu ki, öyle bir hadisə oldu ki, oradakiler özleri kabul elədi. Kardinal şapkası görməkdənsə, Müslümanın sarığını görmək bizim için daha xeyirlidir, daha yaxşıdır. Osmanlı'nın sarığını görək deyirdi. Niye? Müslüman gittiği yere, bak mesela her yere gittiği yere Müslüman dinine toxunmur, imanına toxunmur, adamın adət ənənəsinə toxunmur. Ama İslamla onu bütünləşdirir. Elə bir saflaşdırır ki, bizim məscidə girənlər
Oradan abid olarak çıkır. Ama bazen görürsen kiliseye, havraya, ne bileyim başka bir yere girip zalim olan çıkanlar var. Allah korusun. Amin. Allah razı olsun. Allah sizden de razı olsun. Həqiqətən çox suallarım var idi. Sualları da sanki qəlbimizi oxuyan Ya estağfurullah yani Ramazan'ın özelliği, Ramazan'ın güzelliği hakikaten yani Evet. insanda farklı bir frekanslar açılır. Oruç tutan da öyle değil. Yani büyük İslam alimi İbn Humam var. Kemalettin İbn Humam. O diyor ki insanın karnı tok olanda sadrı işlemir. Evet. Yani kalp var, ruh var, sır, hafi, akba böyle bu manevi bir şeyler. Bunlar işlemirdir. Yatır. Karın aç olanda ise bunlar işlemeye başlar. İster isteme. Şimdi bir defa sen oruç tutarak la ilahe illallah desen ne boyda bir güzellik var. Onu hissederek. İslam'da bu hissiyat var. Hissederek. Yani o söylemek, çok söylemek meselesi değil. Onu hissederek, yaşayarak ve hissettirerek. Komşusu açken tok yatan bizden değil diye bir dinin mensubu yok biz. İslam'ın güzelliğini saymakla bitmez. Allah razı olsun Kamran müəllim. Çox Allah sağ sizden olun. de razı olsun. Var olun. Cenab-ı Hər Allah. birimiz üçün olduqca maraqlı, olduqca faydalı oldu. Bir daha təşəkkür edirik. Biz teşekkür ediyoruz. Ramazan sonrasında da inşallah bizim Minber TV'nin verilişlərində hər zaman sizi görmək istəyirik. Hər birimiz, həm izləyicilərimiz, həm biz. Çox sağ olun, çox təşəkkür edirik. Biz teşekkür ediyoruz. Allah Allah sizden razı razı olsun. olsun. Cenab-ı Allah bu ayın bereketinden azami, en büyük, en yüksek derecede istifade edebilenlerden Amin. bu Ramazan'ın özelliklerini, güzelliklerini diğer 11 aya ve bütün ömre paylayabilenlerden eylesin. İnşallah. İnşallah. Allah razı olsun. Allah Çox sizden sağ de olun, razı çox təşəkkürlər. Biz teşekkür ediyoruz. Değerli izləyicilərimiz, bununla da növbəti bir Ramazan söhbətlərinin sonuna gəldik. Növbəti Ramazan söhbətləri verilişində görüşmək ümidi ilə Allah'a əmanət olasınız. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. أشهد أن لا إله إلا الله أشهد أن محمد رسول الله أشهد أن محمد رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت محمدا الوسط والفضيلة والدرجة الرفيعة وابعث مقاما محمودا الذي وعدته إنك لا تخلف الميعاد